Çox təəssüf ki, qəribə bir haldan üzləşdim. Mən dünən bu deməli kəsməyin çiyələkli formasını bölüşmüşdüm. İndi hal-hazırda ekranlarınızda bu kəsməyin çiyələkli formasının arxasında olan makronutriyentlər, yəni deməli zülallar, karbohidratlar və yağların nə qədər olduğu barəsində və tərkibində nə qədər kalori olduğu barəsində məlumat əks etdiriləcək. İndi diqqətlə baxsaz, orada 9 deyək yuvarlaqlaşdıraq 10 qram karbohidrat olmağına baxmayaraq, onun kalorisi 123 kalori olaraq qeyd edilib. Burada isə artıq 14 qram karbohidrat var və bunun da kalorisi 123 kaloridir. Yəni, burada hardasa da 4 qram əlavə karbohidrat olmağına baxmayaraq, eyni ilə zülalın miqdarı da daha çox olmağına baxmayaraq digər çiyələkli növündən. Niyə? Burada həmin o 4 qram karbohidratın kalorisi qeyd edilməyib. 123 burada, 123 digərində. Mənə doğrudan da çox maraqlıdır bu faktor. Bu isə müəyyən dərəcədə bunun tərkibi ilə bağlı məndə şəxsən sual işarələri yaratdı. Deməli, burada karbohidratlar 13,8, digərində isə 9, deyək ki, 10 qram. Amma hardasa da 4 qram karbohidratın kalorisi yoxdur. İndi deyəcəksiniz ki, sən burada 10 kalorinin, 15 kalorinin söhbətini mi eləyirsən? Əlbəttə ki, yox. Ancaq mən istəyərdim ki, aldığım məhsulun tərkibində olan istər kalori miqdarı, istərsə də karbohidrat və nutriyent, makronutriyent miqdarı bir-biri ilə doğrudan da səsləşsin və uyğunlaşsın. Ona görə də mən sadəcə bunu bölüşmək istədim ki, necə olur ki, bir məhsulun tərkibində 10 qram karbohidrat varsa da, digər eyni məhsulun tərkibində artıq 14 qram karbohidrat olduğu halda onların kalori, yəni enerji miqdarı eyni olur ki, eyni olmur, olmamalıdır da.